Salam, hörmətli müdavimlər. Bu günləri sizlə layihə əsaslı öyrənmə haqqında və layihə əsaslı təlim haqqında danışacağıq. Deməli, hörmətli tələbələr, layihə PBL modellərindən biridir. Və layihə əsaslı təlim dedikdə, biz bugünkü dərslərin daha çox problem situasiya əsasında və layihələşmiş formada keçirilməsini nəzərdə tuturuq. Və layihə əsaslı təlim uşaqlarda bir çox bacarıqları inkişaf etdirir. Məsələn, əməkdaşlıq, ünsiyyət, ondan sonra istər-istəməz yaradıcılıq bacarıqları, uşaqlarda müzakirə olduğuna görə tənqid etmə bacarıqları inkişaf eləyir. Adətən PBL modellərində istər problem əsaslı öyrənmə, istər layihə əsaslı öyrənmədə müəyyən oxşarlıqlar olduğu kimi fərqlər də var. Yəni əslində hər ikisinin ümumi xüsusiyyəti demək olar ki, qeyd olunmalıdır ki, layihə də, problem əsaslı öyrənmə uşaqları inkişaf elətdirir. Məqsədlər baxımından fərqlər olsa da, nəticə etibarı ilə gəlinən nəticələr ortaqdır. Yəni hər ikisində məqsəd əsli nəticə belə deyək ki, uşaqlarda nəyisə formalaşdırmaqdır, hansı ki, onlar həyati bacarıqlardır. Biz 4K bacarıqları deyirik. Bax, o 4K bacarıqlarının əksəriyyəti məhz bu modeldə uşaqlarda inkişaf etmiş olur. Hörmətli müdavimlər, layihə əsaslı araşdırma, əsaslı model və digər modellərə görə bir qədər daha geniş, ətraflı, belə başa düşülməli olacaq bir mahiyyətdir. Bax, diqqətlə fikir versəniz, Time 2024-cü ilin kitabından hazırda siz diqqət edirsiniz. Şagirdlərin müəyyən vaxt ərzində araşdırma aparmaq, daha çətin sual və problemə cavab axtarmaqla bilik bacarıq əldə etdiyini təlim edən model məhz layihə əsaslı öyrənmədir. Müəllim yönümlüdürmü, yoxsa şagird yönümlüdürmü? Ümumiyyətlə, bütün PBL-lər şagird yönümlüdür. Çünki ənənəvi təlim sistemində, məsələn, belə deyək ki, uşaqlar çox yüksək aktiv olmurlar. Yəni, orada daha çox məruzə formasında dərs keçir, müəllim uşaqlara nəyisə başa salır, uşaqlar onu dərk etməyə çalışırlar və ən, belə deyək ki, orada ən çox uşaqlarda sual-cavab formatı ən üstün ola biləcək bir xüsusiyyətdir. Ancaq PBL modellərində belə deyil. Uşaqlar istər-istəməz aktivdirlər, maraqlıdırlar, dərs daha çox interaktiv keçdiyi üçün və araşdırmaya əsaslandığına görə daha çox uşaqlara imkan yaradır ki, onların bütün bacarıqları burada üzə çıxsın. Həyati bacarıqları tətbiq etmə imkanı biz burada yaradırıq. Bu baxımdan PBL modellərdən layihə əsaslı öyrənmə modeli bu günləri çox önəmli bir şagird yönümlü modeldir və burada da görürsünüz qeyd olunub ki, şagird yönümlü bir modeldir. İndi qeyd etsək ki, nəzəri biliklərdən istifadə etməklə hansısa məsələnin həllini tapmaq belə deyək ki, nəzərdə tutulur layihə əsaslı təlimdə və layihə əsaslı öyrənmə öyrənilən biliklərlə onların tətbiqini uzlaşdıran, real həyat problemlərinə xitab edən bir modeldir. Eyni zamanda proses boyunca təcrübə olaraq bilikləri dərinləşdirib əməkdaşlıq, ünsiyyət, problem həll etmə kimi bacarıqları formalaşdırır. Baxın, bəzən tələbələr sual verə bilər. Layihə əsaslı da sırf bilik əldə etməkdir. Xeyr, bilik və bacarıq hər ikisi var. Həm bilik əldə edirsiniz, həm də onu bacarıq, yəni təcrübədə öyrənmə və tətbiq etməyə çalışırsınız. Bunun hər ikisi uşaqların düşüncəsini inkişaf etdirmiş olur. PBL-də diqqət etmək lazım olan bir digər məqam budur ki, biz PBL-də bir neçə addımı nəzərə almalıyıq. Yəni, bu bir mərhələli formada həyata keçirilən bir təlim modelidir. İlk öncə sual və yaxud da problem qoyulmalıdır. Yəni, bizim bugünkü layihəmiz və yaxud da uşaqların aparacaqları layihə hansı mövzu ətrafında olmalıdır. Sonra plan tərtib olunmalıdır. Kim, nəyi, hansı işi yerinə yetirəcək. Araşdırma və məhsul hazırlığına başlanılmalıdır. Müəllim ümumiyyətlə layihə boyunca uşaqlara scaffolding dəstək olmalıdır və axırda da layihəyə yoxlanılmalıdır ki, qoyulan məqsədə çatıldı yoxsa yox, nəticə əldə olundu yoxsa yox. Ona görə də bu 5 mərhələ əzbərlənməlidir. Sual qoyuluşu, sual qoyulandan sonra plan tərtibi, daha sonra araşdırmaya başlanılır. Müəllim layihə boyunca uşaqlara scaffolding edir, kömək edir və axırda da nəticələr yoxlanılır. Ümumiyyətlə, diqqət edilməli olan bir neçə məqam var. Birinci məqam odur ki, ümumiyyətlə, müəllim layihənin mövzusunu seçərkən layihənin mövzusuna diqqət etməlidir ki, o həyatdan götürülsün. Yəni, real həyat situasiyaları üzərində olmalıdır. Əgər bu real həyat situasiyaları üzərində olmasa, o zaman bu əlbəttə ki, bizə lazımı nəticəni verməyəcək. Bu baxımdan layihədə məhz birinci diqqətə alınmalı olan məqamımız məhz budur. Bir digər məqam budur ki, plan tərtib edərkən diqqət etmək lazımdır ki, məhz uşaqlar belə deyəcək ki, belə demək lazım ki, orada planı tutaq ki, deyək ki, hazırlayarkən kim hansı işi görəcək, hansı bölgüləndirmə olacaq, hansı iş formalarından istifadə olmalıdır. Əlbəttə, layihədə cüt və qrup şəklində iş daha məqsədə uyğundur ki, uşaqlar bir-birlərinə əməkdaşlıq
ixtisas etsinlər, ünsiyyət qursunlar və s. Müəllim prosesi sona qədər izləməlidir. Lazım gələn yerdə uşaqlara dəstək olmalıdır. Və layihədə adətən nəticələrin yoxlanılması üçün rubrik vasitəsilə, rubrik bilirsiniz 3-5 səviyyəli şkaladır və bu rubrik vasitəsilə qiymətləndirmə aparılmasına imkan yaradılmalıdır. Xüsusən layihə mövzusu həyatdan götürülməlidir və çalışmaq lazımdır ki, proses aparılarkən, gedərkən resursları, uşaqların tapması və digər məsələlərdə dəstək olunsun. Həyatdan mövzu götürülməlidir. Uşaqların yaş səviyyəsinə uyğun olmalıdır. Məsələn, biz 5-ci sinifdə oxuyan bir uşağa 8-ci sinifdə oxuyacaq bir uşağın layihəsini verə bilmərik. Yaş burada nəzərə alınmalıdır və burada mütləq uşaqlara müxtəlif rəylər, qiymətlər verilməlidir. Uşaqların bir-birinə rəy verməsi, əks halda rəydir, bir-birinə rəy verməsi təmin olunmalıdır. Müəllimlər uşaqlarla bərabər tədqiqata cəlb olunmalı, daim uşaqlara dəstək verməlidir başdan sona və müəyyən bir vaxtda auditoriyaya da həmin o layihə ya belə deyək ki, maket ya foto ya model formatında təqdim olunmalıdır. Mütləq plagiatda yoxlanılır. Ümumiyyətlə onu qeyd etmək istəyirəm ki, layihə əsaslı öyrənmə summativ qiymətləndirmənin belə deyək, təqdim olunma yollarına bir layihədir və onun vasitəsilə summativ rəsm olduğuna görə layihələrin də qiymətləndirilməsi aparılacaqsa qrup və sinif üzrə o mütləq plagiatlığı yoxlanılmalıdır. Yəni bu orijinaldır yoxsa hardansa götürülməlidir. Və mütləq rəqəmsal texnologiyanın köməyinə istifadə olunmalıdır layihə zamanı ki, o qeyd olunanlar belə deyək ki, tətbiq olunaraq auditoriyadakı şəxslərə təqdim oluna bilsin. Və ümumiyyətlə diqqət etmək lazımdır ki, layihənin özündə müəllimin özünün də uşaqlarla bir yerdə işləməsi deyəndə biz onu nəzərdə tutmalıyıq ki, tədqiqat çərçivəsində uşaqları daim izləmək lazımdır, müşahidə etmək lazımdır, vəzifə bölgüsünə düzgün aparmaq lazımdır. Əgər hər hansı bir çətinlik varsa, vaxtında onu görüb aradan qaldırmaq lazımdır. Və bütün bunları doğru təşkil edən müəllim əlbəttə ki, layihəni düzgün həyata keçirmiş olacaq. Ümumiyyətlə, layihəyə əsaslı təlimə qəbula gedən tələbə layihə ilə bağlı 2 şey bilməlidir. Bir, layihənin ardıcıllığı, mərhələləri, hansı ki, sual qoyulur, plan tərtib edilir, sonra araşdırma, sonra köməklik göstərilməsi, axırda nəticə yoxlanılması və bir də digər bir məqam isə layihə aparılarkən nələrə diqqət edilməsi, layihənin xüsusən qəbulda da diqqətli olun, mövzusunun həyatdan götürülməsi, bir daha qeyd etmək istəyirəm ki, uşağa müntəzəm olaraq məlumatla təmin olunma və çalışmaq lazımdır ki, uşaqlar özləri belə deyək ki, daha bir-birləri ilə əks əlaqəni təmin etsinlər, işin üzərində işləsinlər və əlbəttə ki, rəqəmsal texnologiyadan istifadə burada əsas vacib olan bir digər məqamdır. Layihə əsaslı təlim haqqında bu qədər hörmətli tələbələr. Layihə əsaslı təlimlə bağlı xüsusən bir şey vurğulamaq lazım ki, bugünkü təlim modelləri içərisində ən çox istifadə olunan modelimiz məhz layihədir və layihə əsaslı öyrənmə və ya layihə əsaslı təlim PBL modellərindən biri olub 4K bacarıqlarının reallaşmasında bugünkü təlimdə ən çox istifadə olunan strategiyalardan biridir.